Salam dostlar, necəsiz? Deyəcəksiniz ki, xaç mövsümü bitib. Amma İsmayılın dağları nə qədər ki ağappaq qarla örtülüdür, demək ki, hələ də xaç yemək olar. Nəzərə alsaq ki, həkim uşaqlara xaç yemək məsləhət görüb. Deməli, fəsil burada bir əhəmiyyət kəsb etmir. Nəysə, keçək xaçın hazırlanmasına. İnanın, səhər saat 11-də başladığımız gecə saat 2-yə qədər ancaq bitirə bildik. Çox zəhmət tələb edir, amma sonunda bu zəhmətə dəyən möhtəşəm bir təbii kollagen mənbəyi alındı. Xaç bədənimizdə azalan kollageni geri qaytarmaq üçün ən gözəl vasitədir. Kalsium, fosfor, maqnezium çatışmazlığından əziyyət çəkənlər üçün xaç ideal qidadır. Tez-tez xaçla qidalanan insanların üz dərisi də sağlam və qüsursuz görünür. Sümüklərin, qığırdaqların, əzələlərin və vətər bağların möhkəmliyi və elastikliyini təmin edir. Ən əsas da xanımlarımızda dəri qocalmasının, vaxtsız qırışların, dəri quruluğunun əsas səbəbi kollagen çatışmazlığıdır. Ona görə də bu gözəl yeməyimizdən imtina etməyin əziz xanımlar. Videoda gördüyünüz kimi dilini ayırıb saxlamışam. Ondan gözəl bir kolbasa hazırlayacağım. Ev şəraitində kolbasa hazırlayıb səhifəmdə paylaşacağım. Abunə olub bəyənməyi unutmayın dostlar. Hələlik işimlə bağlı səhifəni tez-tez aktiv edə bilmirəm. Üzrlü sayın. Amma xahiş edirəm ki, abunə olub bəyənməyi unutmayın. Dəstək olsanız çox sevinərəm dostlar. Dostlar, sonda xaçın soyuq halda görünüşünü təqdim edirəm sizlərə. Gördüyünüz kimi çox gözəl bir kollagen alınıb.